Niyə ölür, ölürmü, ölmürmü? Bu haqda danışaq. Və müasir tip nə təklif edir? Bu haqda danışaq. Yəni müasir tip sübutlu tipdir. Yəni sübuta dayanıqlı bir tipdir. Yəni Azərbaycanda bizim yəni belə təəssüf ki, yəni pasiyentlər olur. Yəni mənə çoxdur müraciət edənlər ki, mən qurbağa müalicəsi elətdirdim. Amma mən nə göstərirəm həmən xəstələrə bilavasitə? Bax, sən bu müalicədən öncə hansı bir həkimə getmişdin? Deyir, yox, mən getdim məsələn şişinlik var idi və yaxud hansı bir narahatçılığım var idi, getdim qurbağa bağlatdım. Yəni bundan rastlaşırıq. Və yaxud olur ki, başqa bir xəstə qrupu ki, hansı ki, bəli, getdim mən həkimə, həkim uyğun müayinəsi etdi, dedi ki, səndə zov var, get, yəni müalicə elətdir, amma mən yenə getmədim cərrahiyə və yaxud digər müalicə üsullarına, qurbağa müalicəsini seçdim. Belə insanlarımız çoxdur. Mənim səhifəmdə də o haqda məlumat vermişəm. Bizim bir xəstə var, indi çəkmək də istəmirəm adını, yəni bəlkə də bizi indi dinləyir, qulaq asır və yaxud izləyir. Bu xəstə valideyni mənə dedi ki, mən doktor bu xəstəyə 20 dənə qurbağa bağlatmışam. Yəni 20 qurbağandan bu kurs müalicə. Xəstə bizə müraciət edəndə boynun ölçüsü o qədər geniş idi ki, xəstə boğulurdu o formada. Mən bunu təzyiq əməliyyata götürdüm və əməliyyatın müddəti hardasa 2 saat yarım çəkdi. O boyda bir, yəni həcmdə olan bir qalxanvari vəziyyəti çox çətinlikdən çıxartdıq və xəstə əməliyyatdan sonra da yəni özünü çox rahat hiss elədi və çıxdı getdi. Yəni öz deyək ki, məmləkətinə. Və burada nə qatlanması yardım? Yəni belə xəstələr bizə çox müraciət edib. Yəni mənim hardasa bəlkə də bir 10 xəstəm var ki, hansı ki, sırf öncə qurbağa müalicəsi alıb, sonra gəlib ki, doktor, bu müalicələr mənə effekt vermədi və yaxud yenidən mənə narahatçılıqlar keçdi. Hələ bir xəstəm var idi, bəlkə də o da bizi indi izləyir hal-hazırda. O xəstə mənə səhər zəng elərlər ki, xəstənin vəziyyəti pisləşib. Zəngdə dedim, nəyə pisləşdi, qalxanvari vəziyyətdən? Yox, bu qurbağa bağlayıb, qurbağadan sonra temperaturu artıb, yəni xəstə özünü boğulur, təcili əməliyyat etmək lazımdır. Yəni xəstəni müayinə etdim, dəqiqləşdirdim, gördüm ki, artıq abses əmələ gəlib. Yəni qalxanvari vəzin absesi nadir rast gələn bir patologiyalardan biridir və bunun abses olmuşdu. Yəni bəli, orada təcili əməliyyat göstərişi idi. Çünki nəfəs borusunun ön səthində yerləşdiyi üçün xəstə boğulurdu. Təcili əməliyyata götürdüm. Yəni belə xəstə qruplarımız bəli bizdə çoxdur, amma təəssüf ki, insanlara bu haqqda nə qədər verilişlərdə də eyni zamanda yəni ictimaiyyətdə də məlumat verilir ki, yəni belə bir şeylərdən uzaq olmaq lazımdır. Bəli, əgər qurbağa o zəhər qurbağaya keçsəydi, həkimə zəng edərdilər ki, qurbağanın vəziyyəti pisləşib. Hələ ki, yığırlar ki, xəstənin vəziyyəti pisləşib. Məni qurbağa müalicə etmir burada. Yazıq qurbağa. Bir dəfə də belə bir hadisə rast gəlmişdi, yəni bir xəstəylə. Xəstə müalicə yazmışdım, yəni xəstəyə. Xəstə dedi ki, doktor, mən qazandan sonra, dedim ki, 3 aydan sonra təkrar müayinə gəlim, baxım ultrasəs müayinəsində ki, görüm düyünün həzmində heç olmasa bir şişirmə varsa, o zaman əməliyyatı ertəliyə. Yaxşı. 3 aydan sonra xəstə gəldi, dedi ki, doktor, mən özümü çox yaxşı hiss edirəm. Nə? Dedim, lap yaxşı. Görsən bizim müalicəmizin effekti çox yaxşı düşdüsə. Dedi, doktor, ola sizə bir söz deyim. Dedim, buyurun. Dedi, mən sizin yazan müalicəni etmədim. Dedim, bəs nə etdin? Dedi, getdim, qurbağa bağladım. Dedim, necə yəni? Dedi, doktor, qurbağa bağlayandan sonra mən özümü rahat hiss etdim. Dedim, lap yaxşı, heç olmasa gəlmirsən, gəl bir ultrasəsdə baxaq, görək. Bu artıq mənim əlimdə öncəki kağızlar da var deyə databazda müqayisə edəcəm. Həcminə baxın. Bəli, ultrasəs müayinəsindən baxdım. Dedim ki, bax, bu sənin əvvəlki qalxanvari vəzin ultrasəs müayinəsindəki düyünün ölçüsü ardınca belə xatırlamda ki, 2.5-2.7 sm diametrdə. Bu da hal-hazırdakı. Yəni sənin düyünün ölçüsü heç bir şişirmə yoxdur. Bəlkə də müalicə alsaydın müəyyən bir fərqli şişirmə olardı və artıq böyüyüb 3 sm. Sənin o psixoloji olaraq rahatlanırsan ki, bəli. Amma bunun yəni heç bir, yəni çünki bu da və orada xəstəyə dedim ki, əgər mümkünsə sən o təbibi, əgər deyirsə xalq təbabətdən məşğul, o təbibin bir nömrəsini ver, mən bir danışım da ondan ki, yəni belə bir şeylərini eləmə vermədilər mənə nömrəsini ki, mən bu insan həmin baxmadı bu insanlar da niyə əziyyət çəkir? Axı sənin apardığın müalicənin effekti yoxdursa və yaxud bunun müalicənin sübuta dayanıqlı bir göstəricisi yoxdursa, sən niyə insanları belə aldadırsan? Doktor, o təbiblər elə pafoslu, elə belə iddialı çıxış edirlər ki, yadıma bir misal düşür, deyir, oğru necə bağırdısa, doğrunun bağrı çatladı. Yəni doğrudan da o dərəcədə iddialı və tibbi inkar edirlər və onlara deyəndə ki, yaxşı, heç olmasa bir dənə mənə elmi çalışma göstər ki, bu qurbağanın müalicəsini təsdiq eləsin. Deyir, nə elmi çalışma? Mən yaratmışam. Yaxşı, sən yaratmışsan. Bunun effekti varsa, get qardaş, Nobel premiyası al. Niyə bu insanları şikəst eləyirsən, təcrübə aparırsan o qurbağalarla? Həm qurbağalar yazıqdır, həmçinin də o insanlar əziyyət çəkirlər. Müasir təbabət, belə deyək, sübuta dayalı təbabət nə deyir? Bugün qalxanvari vəzin kistləri olsun, düyünləri olsun,